konkret diaqnoz olan uşaqlar üçün cəza verməyin heç bir mənası yoxdur. Biz problemi bu tərəfi qabağımızda baxırıq. Onlar bəzən yanından baxırlar, bəzən altına dik verirlər, bəzən üstünə çıxırlar ki, burada nə var da. Təcrübədə gördüyüm diqqət eksikliyi hiperaktivite pozuntusu olan uşaqların ciddi bir şəkildə problem həll etmə bacarıqları tamam fərqli səviyyədədir. Nadinc, sözə baxmaz və enerjisi tükənməz uşaqlar. Müəllim və valideyn olaraq bir sıra hallarda onlarla ünsiyyət qurmaqda əziyyət çəkirik. Bugün biz Murad Akif Soyla həmin uşaqların, hiperaktiv olaraq adlandırdığımız bu uşaqların dünyasına gedəcəyik. Mən Əminə Qanayeva və Eda Spekdə təkrarən xoş gəlmisiniz. Murad bəy, xoş görürük sizi. Çox sağ olun. Necəsiz? Yaxşı, çox qəşəng. Yaxşı olasınız. Bugün biz hiperaktivlikdən danışırıq. Bu termin daha rahat bir forması var, yoxsa elə nadinc belə gedir, amma o da bir şey verir. Hiperaktivlik əslində bir diaqnoz adıdır. Ancaq o qədər geniş yayılıb ki, əvvəllər təəssüf ki, müəllimlər və valideynlər Google-a baxaraq bu diaqnozu uşaqlara qoyurdular. İndi artıq belə süni zəka alətlərindən istifadə edərək uşaqlarına belə bir diaqnoz qoyurlar. Ancaq Azərbaycandakı səhiyyə sistemi belədir ki, heç psixoloqlar da bu diaqnozu qoya bilməz. Bu diaqnozu qoyacaq olan tək bir nəfər var, uşaq psixiatrıdır. Və orada həkimin beləliklə müəyyən kriteriyalara baxması və onları nəzərdə tutub ondan sonra o diaqnozu qoyması lazımdır. Ona görə yəni bu diaqnozu qoyacaq tək bir nəfər var, o da uşaq psixiatrıdır. Uşaq psixiatrıdır. Biz çox bir rahat bir şəkildə deyirik. Beynimiz normalda bunu müzakirə eləyirik adətən. O qədər tənbəl bir orqandır ki, çalışırıq hər kəsi bir qutuya qoyaq, bu bizim üçün rahat olsun. O da hiperaktivdir, bu da hiperaktivdir. Bu bir növ elə bir ki, öz boynumuzdan günaha atmaq kimi gəlir mənə bəzən ki, qoy deyim ona diaqnoz qoyum, mənim işim rahat olsun da, problem ondadır mən. Bəli, çərçivələr bizi rahatladır, amma digər tərəfdən isə uşağın dünyasını bəzi hallarda qaraltmağa yönləndirir. Birinci məsələ baxmaqlı olduğumuz hissə biz nə qədər təbii mühitdə yaşayırıq. Yəni bu şəhər mühitində uşaqlar 6 divar arasında, yəni üstüdə 6 da divar da artıq 6 divar arasında nə qədər öz bioloji ehtiyaclarına uyğun hərəkət edə bilirlər, davrana bilirlər. Birinci məsələ budur. Onda bu sualla başlayım sizə. Nədir hiperaktivlik ümumiyyətlə? Hiperaktivlik 6 ay ərzində görülmək məcburiyyətində olan, yəni 6 ay bu əlamətlərin hamısı görülməlidir, hansı ki sayacağımız aşırı hərəkətli, motor hərəkətli deyirik biz buna. Hərəkətli hər zaman birlikdə dayana bilmir. Uşaqlarda məsəl üçün evin içində qaçmaq, uyğunsuz hərəkətlər, bunun bərabərində sosial olaraq məsəl üçün növbə gözləyə bilmir, kimsə danışırsa nitqin axırında gözləmir, mövzuya girir. Buradakı məsələ qarışdırılan hissələrdən biri odur ki, davranış modelləri olaraq valideynləri ilə hesablaşmayan və özünü bir şəxs olaraq tanımayan bir uşaqlar, hər zaman mərkəzdə olmağı sevən uşaqlar insanlara bu davranışı göstərə bilirlər və yaxud da özünə hansı rahatdırsa bunu eləyə bilərlər. Ona görə psixiatr diaqnozu qoymalıdır ki, psixiatr artıq onları ayırır. Bu uşağın davranış pozuntuları var, davranış problemləri var, yoxsa həqiqətən diqqət əksikliyi var. Yəni bəzi hallarda uşaq sadəcə valideyni saymadığına görə sözünü kəsir, bir yerdə oturmur və yaxud da sinifdə dərsi pozur və bu bəzi hallarda davranış pozuntusudur və valideynlərin başını qarışdıran şeylərdən biri odur. Ona görə əgər bu diaqnozdan şübhələnilirsə, bunu yoxlayacaq tək bir nəfər var, uşaq psixiatrı. Və uşaq psixiatrı bu beləliklə ICD-11 deyirik, yəni xəstəliklər beynəlxalq təsnifatının 11-ci buraxılışı. Orada bununla bağlı çox açıq beləliklə diaqnostika var. Həkimlər buna əsasən diaqnostika eləyirlər və buna əsasən bunu beləliklə icra eləyirlər. Və bunun bərabərində ehtiyac varsa dərman müalicəsi, ehtiyac varsa beləliklə psixoloq dəstəyi, bu bir çox hallarda bu ikisi bərabər olur, əgər diaqnoz varsa. Yox, hiperaktivlik kimi görünən digər məsələlər varsa, məncə biz bunlara ayrıca bir parantez açmalıyıq hələ ki. Çox yaxşı bir şey dediniz. Onda bizim növbəti davam eləyəcək söhbətimizdə bunları nəzərimizdə saxlamaqda fayda var ki, valideynlər və ya da müəllimlər baxırsa, özlərinin hiperaktiv diaqnozu qoyduqları uşaqlardan yox, sırf psixiatrın hiperaktiv olaraq diaqnoz qoyduğu uşaqlardan danışacağıq. Həm də biraz da çalışacağıq ki, bu diaqnozu qoymadan, ümumiyyətlə nadinc olan, çox hərəkətli olan bu uşaqlarla necə daha belə münasibəti qaydasına qoyaq. Həm bunu yadda saxlayaq ki, bu sırf diaqnoz qoyulmuş, həm də çox hərəkətli uşaqlar, belə deyək. Onda sualı belə davam eləyəcəm. Ümumiyyətlə, əsas əlamətləri hansı yaşda görülür onların? Artıq hərəkətə başlayanda, məsəl üçün 3-4 yaşlarından bu əlamətlər görülməyə başlayır və bu neyroinkişaf pozuntuları
kateqoriyasına aid, hansı ki burada autizm var, Asperger var, əqli inkişaf ləngiməsi, gerilik, Down sindromu, bu kimi şeylər də var. Burada bu uşaqların ciddi bir şəkildə belə müəyyən problemləri var burada, yəni o daxildən gəlir. Bayaq dediyim digər kateqoriyada isə uşaq sadəcə sosial normaları bilmədiyinə görə onlara tabe olmağı bilmir. Amma bu uşaq bu normaları bilsə də idarə edə bilmir özünü. Fərq burdadır. Bu uşaq özünü idarə, yəni özündən asılı deyil. Məsələn, Tourette sindromu var da, məsəl üçün insanlar bəzi səslər çıxardırlar. Bu onun daha çox hərəkətli variantı kimi görə bilər. Yəni daha aydın olması üçün deyə bilər. Aydındır, çox maraqlıdır. Bəs ümumiyyətlə belə deyirlər də, bizim yaşlılarımız da çox deyir, onların bizə baxan auditoriyanın dilindən deyim. Deyirlər ki, əvvəllər belə sindromlar çox deyildi. İndi hər şeyin sindromu var, hər şey bir ad qoyulur. Niyə bu qədər pozuntular, belə deyim də, diaqnozlar meydana gəldi? Doğrudanmı çoxalıb? Yoxsa indi daha yaxşı tanıyırıqmı? Nədir məsələ burada? Buradakı məsələ, birinci məsələ odur ki, bunun üstündə aparılan araşdırmalar genişlənib və dərinləşdirilib. Yəni əvvəlki şeydə sadəcə müəyyən diaqnozlar var idi və burada bu müəyyən diaqnozlar sayəsində insanlar çox ümumi rəy ala bilirdi həkimdən. Amma hal-hazırda hər şey konkretdir. Yəni diqqət əksikliyi, hiperaktivlik pozuntusu üçün həkimin yazacağı dərman müalicəsi də, psixoloqun işləyəcəyi belikdə terapiya istiqaməti də konkret və aydındır və bununla bağlı işləyəcək şeylər var. Bunun bərabərində isə müasir dövrdə insanlar öz təbiətlərindən də çox uzaqlaşdıqlarına görə bu mental problemlərin çoxalmasına gətirib çıxarır. Ona görə bayaq mən nə qədər təbii mühitdə yaşadığımızı vurğuladım ki, yəni biz deyək ki, rayon yerində böyümüşük, təbii yerlərdə böyümüşük, amma övladlarımız şəhər mühitindədir. Biz öz uşaqlığımızı onlara hansısa bir formada müqayisə edə bilmirik, çünki onların dünyası tamam fərqlidir. Onlar səhərdən axşama qədər izləyirlər və biz o uşaqların izləməsini necə əngəlləmişik, həyata girməyinə, həyata necə deyim, daxil olmaqlarına necə şərait yaratmışıq. Bu məsələlər çox əhəmiyyətlidir və biz bunları eləmədən uşaqlar çox rahat şəkildə qınaya bilmərik və ya onları çərçivələyə bilmərik. Birinci növbədə uşaqlara lazım olan şərait yaratmamız lazımdır və əksər hallarda həkimlər, məsəl üçün, peşəkar həkimlər bunu ayırd elədiklərinə görə uşaq yönləndirirlər ki, bu uşağın hiperaktivlik yox, davranış problemləri var, bunu mütləq şəkildə psixoloq işləməlidir. Yəni çox ağır səviyyədədirsə, məsəl üçün yenə dərman müdaxiləsi təklif eləyə bilər orada. Amma bu dediyimiz ikinci sfera olanda valideynləri daha çox psixoterapiya dəstəyinə yönləndirir və bizim beynimizi qarışdıran şeylərdən biri də bunun hansı olmasıdır. Və praktikada görürük ki, diqqət əksikliyi, hiperaktivlik pozuntusu olan insanlara qədər onların yarısı hardasa o dediyimiz davranış pozuntularına əziyyət çəkirlər əslində. Bu dəyərlər formalaşıb, ümumiyyətlə uşaqların mücərrəd təfəkkürü 7 yaşından sonra formalaşmağa başlayır. Onlar üçün dəyər, ailə, səbir, iradə, bu kimi gözlə görünməyən bacarıqlar ondan sonra formalaşmağa başlayır. Yəni mücərrəd təfəkkür formalaşandan sonra o artıq ananın digər otağa keçəndən sonra yox olmadığını başa düşür. O bilir ki, artıq sabah da var, dünən də var. Zamanı, məkanı artıq indidən və buradan çıxarmağa başlayır. Ona görə buradakı hissədə həkimlər məsələn bu yaşlara qədər daha ehtiyatlı davrana bilər ki, ola bilər ki, bu ailədə hansısa bir sistemdən qaynaqlanan bir məsələdir və yaxud da bir valideyn avtoriteti ortalıqda görünmədiyinə görə uşaq artıq sadəcə olaraq dediyim ki, yəni Azərbaycan şeyində desək ərköyün böyüdüyünə görə bu normalara əməl etməkdə çətinlik çəkir. Ona görə düşünürəm ki, hiperaktivliklə bağlı deyəndə bu hissəni mütləq şəkildə vurğulamaq lazımdır ki, valideynlər bu ayrımı eləsinlər, bu tərəfi görsünlər. Bu tərəfi görsünlər ona görə yox ki, biz həkimə getməyək. Artıq yəni həkimə getməyimizə ehtiyac yoxdur. Hər bir halda həkim bu şey keçməlidir diaqnostikadan və bunu yenə həkim deyəcək ki, sizin uşağınızın davranışla bağlı problemləri var, yoxsa bu uşağın mütləq ki, dərman müalicəsinə ehtiyacı var. Aydındır. İstəyirəm bu sualı da verim. Bəs ekran vaxtla biz bunu demək olar ki, çox insanla müzakirə eləyirik, hər kəs deyir və təkrar sizin də fikrinizi almaq istəyirəm. Bəs ekranda hal-hazırda uşaqlar çox qalırlar yemək yeyərkən və yaxud da ki, evdə dörd divar arasında qalır, məcbur ekrana baxır. Bunun təsiri varmı hardasa davranış pozuntularına? Ekran bizim həyatımızda ikinci bir belikdə dopamin kimi girib. Fikir versəz, məsəl üçün bu chips markaları, bu tərzdə olan markalar hər zaman reklamı futbolla bərabər verirlər. Nəyə görə? Futbol izləyəndə onu görən insanlar, bunu bir-iki dəfə sınamış insanlar növbəti dəfə olmayanda bunun yoxluğunu hiss eləyirlər və beyin bu iki dopamini birləşdirib eyni anda götürdüyünə görə biri olmayanda problem yaranır, yoxluq kimi dəyərləndirir.
ekranı yemək yeməyə öyrəşmiş uşaqlarda ekransız yemək yeməyəndə çox sıxıcı gəlir onlara. Hal-hazırda müasir dövrdə, yəni 10 yaşa qədər uşaqlarda, hətta 15 yaşa qədər uşaqlardan ən çox eşidə biləcəyiniz şey sıxıcıdır. Maraqlı deyil. Niyə? Çünki valideyn o ikisini birləşdirib. Buradakı məsələn biz 3 yaşa qədər ümumiyyətlə ekran istifadəsini məsləhət görmürük. 3-6 yaş dövründə yaşı vurulsun 5 dəqiqə. Yəni 6 yaşa qədər maksimum yarım saat ola bilər. Maksimum. 6 yaşda olsa maksimum yarım saat ola bilər. Maksimum və bütün ekranlar daxil. Yəni televizor, hərəsinə yarım saat yox. Bütün ekranlar. Və sonraki yaşlarda isə yaşı vurulsun 10 dəqiqə. Biz təklif edirik ki, 16 yaşa qədər ümumiyyətlə sosial media hesabları olmasın. 16 yaşa qədər valideynlərə təklif edirik ki, valideyn kontrol proqramları istifadə olunsun telefonlarda uşaqlarda varsa. Hətta təklif edirik ki, məsələn, uşaqlara valideynlərin ən böyük bəhanəsi nədir? Uşaqların daha doğrusu ki, mən hazırlığa gedirəm, mənə telefon lazım. Sadə. Zəng edib zəng edən və yaxud da saat. Yetərlidir. Yəni valideyn kontrol etmək istəyirsə. Və burada valideyni tələyə salan digər şeylərdən biri falan kəsdə var hissəsidir ki, valideyn buna çox daha müsait olanda uşaq da çox rahat şəkildə bu manipulyasiyanı eləyir. Valideyn ola bilər ki, digər valideynlər övladlarını fərqli formada sevir, amma mən səni çox sevdiyimə görə sənə bu pisliyi eləyə bilmərəm. Yəni burada mütləq şəkildə konkret mövqe olmalıdır. Çox yaxşı Məhəmməd. Mən səni çox sevdiyimə görə sənə bu pisliyi eləyə bilmərəm. Bəli. Çox yaxşı bir şeydir. Təşəkkür edirəm. İndi istəyirəm biraz məktəb və təhsil mühitində bunlardan danışaq. Sinifdə bəzən müəllimlər çətinlik çəkə bilirlər uşaqların diqqətini belə dərsə verməkdə və s. Hansı çətinliklər ola bilər? Bundan başqa hansı problemlər yarana bilər? Sırf hiperaktiv uşaqları götürsək dərsə fokuslama ilə bağlı. Birinci növbədə müəllimlər ənənəvi təlim metodunu kənara qoymaqları artıq şərtdir. Nəyə görə? Artıq o uşaqların müəllimin verdiyi informasiyanın 10 qatını 5 dəqiqəlik tənəffüsdə ekrandan ala bilir. Buradakı məsələ müəllim və valideynlərin işi daha çox mentorluq eləməkdir. Bunu necə test eləyə bilərlər? Bunu necə yoxlaya bilərlər? Və bunu təcrübə eləməyə fokuslanmış müəllimlər uşaqlar tərəfindən daha çox sevilir. Çünki artıq sadəcə olaraq mühazirə oxumur, sadəcə çox məlumat sevmir. Bu icrasını göstərir. Ümumiyyətlə, müasir dövrdəki uşaqlar hər şeyi izləyirlər. Heç nəyin içində deyirlər. Müəllimlər o prosesi içinə qatanda, o uşaqlara müəyyən bir rol verəndə, hərəkətli bir rol, məsəl üçün deyək ki, gedib nəyisə gətirmək, bu uşaqlar üçün daha uyğundur. Yəni, hər uşağın potensial və ehtiyaclarına uyğun bir rol vermək daha faydalıdır. Bütün dərslər belə olmalıdırmı? Yox. Amma müəllimlər mütləq şəkildə o aranı verməlidirlər ki, uşaqlar o prosesin içində onu tətbiq edə bilsinlər, yoxlaya bilsinlər. Və tətbiqi olan məsələlər hər zaman daha yadda qalır. Ona görə müəllimlərin birinci problemi budur. İkinci problemlərdən biri, valideynlər artıq WhatsApp qrupları sayəsində sinifin içindədirlər. Hər şeyi müdaxilə edirlər. Bu müəllimin sinifdəki avtoritetini ciddi bir şəkildə aşağı salır. İdarəçilik qabiliyyətini aşağı salır. İdarəçilik qabiliyyəti olmayan müəllimin sinifi idarə etmə ehtimalı yoxdur. Ona görə bizim burada problemlərimiz var. Aydındır. Belə növbəti sualımı verəcəkdim, amma mən həqiqət ki, cavabı artıq aldım buradan. Soruşacaqdım ki, bu akademik uğura təsir eləyir, yoxsa yox? Belə nəticə çıxardım ki, o zaman akademik uğura təsir eləyə bilər ki, müəllim yenə keçmiş metodlarla gedir və uşaqları məcbur əyləşdirir. Mən düzmü nəticə çıxardım buradan? Məktəbin vəzifəsi uşaqlara həyata hazırlamaqdır və necə məhsuldar ola bilər, necə disiplinli ola bilər, onu öyrətməkdir. Məktəb bunu davamlı beləliklə təkrarlarla öyrətir. Və biz iş mühitində hər gün eyni işi görürük, hər gün eyni yerə gedirik, və bu eynilikdən sıxılmağın okey olduğunu göstərir məktəb. 11 il ərzində biz həyatımızın, yəni 11 ilini bu müəssisəyə adayırıq. 11 il. Nə az, nə çox. 11 il peşə təcrübəsi olan insan biz yuxarı qoyuruq. Və bu uşaqların da 11 il müəyyən bacarıqları formalaşması lazımdır. Və hal-hazırda məktəb hansı bacarıqları verməlidir? Birinci növbədə həyata hazır olmaq. Bu uşaq həyata hazırdırsa, iş mühitinə, sosial münasibətlərə, digər şeylərə hazırdırsa, yəni akademik uğura təsir eləyir. Amma bu uşaqlar sinifdə də dalaşırlarsa, məktəbdə dalaşırlarsa, yola gedə bilmirlərsə, dostları yoxdursa və məktəb bunun üçün hər hansı bir iş görmürsə, bəli, bu mütləq şəkildə məktəbin sonrakı mərhələdə akademik göstəricilərinə mütləq şəkildə təsir eləyəcək. Yəni məktəbin işi dərs vermək deyil, bir cəmiyyət formalaşdırmaqdır, bir community deyirik də, yəni bir mühit formalaşdırmaqdır ki, bu uşaqlar necə deyim, bu iş mühitinin, gələcəkdəki cəmiyyətin bir balaca kopyasıdır. Amma nəzarətli, üstündə hakim olan və yeri gələndə mentorluq eləyən, yeri gələndə dəstək göstərən bir mühit. Çünki iş mühitində bunlar yoxdur.
Real həyatda bunlar yoxdur. Və biz uşaqlara bunu göstəririk və uşaqlara o səhvlərin hamısını orada eləməyə şans veririk ki, sən səhvləri burada elə ki, orada çox səhvin olmasın. Amma biz onlardan ideal olmağı gözləyəndə həmişə belə otursunlar, düz danışsınlar, dərs oxusunlar. Sən bu gün niyə 2 almısan? Ümumiyyətlə sən bunlar qəbul edilən şeylərdir. Biz əksinə uşaqlara nə qədər çox orada bu demək deyil ki, hər gün səhv eləməlidirlər. Əksinə, hər hansı bir səhv varsa, bu günün sonunda mütləq o səhvdən nəticə çıxarsın. Nəticə çıxarılmayan səhvlər davam eləyəcək. Mütləq şəkildə. Yəni həyatınızda bir şey davamlı baş verirsə, bilin ki, oradan nəticəni çıxarmamısınız. Bu danışdıqlarınızdan ən xoşuma gələn isə bu oldu. Siz burada günahı müəllimlərin üzərinə qoymadınız ya da məsuliyyəti onların üzərinə qoymadınız. Məktəb dediniz. Mənim də növbəti sual onunla əlaqəli idi ki, məktəb nə etməlidir? Əslində dediniz, bir qismini dediniz, bəs elə bir şərait olmalıdır ki, onlar daha çox səhv edə bilsinlər. İndiki məktəb mühitini düşünəndə başqa nələr dəyişməlidir ki, uşaqların hər biri bu həyata hazır olsunlar. Götürək direktorları, orada təmizlikçilər də var. Hər kəs var da məktəbdə. Yəni hər kəs bu prosesin içindədir. Başqa nələr dəyişməlidir? Nə etməliyik biz? Ona görə məktəb çünki bir orqanizmdir, bir sistemdir və orada hər kəs məsuliyyət daşıyır. Yəni, okey, biz müəllimi günah keçici elədik, nə dəyişəcək? Bu məsələni həll eləmir. Bizim işimiz kimisə linç eləmək, kimisə beykdə ortaya çıxardıb onu günah keçici eləmək deyil. Bizim işimiz problemi həll etməkdir və bir mütəxəssis olaraq mən işimin bundan ibarət olduğunu düşünürəm. Ona görə məsələyə kompleks baxmaq məcburiyyətindəyik. Ona görə dedim ki, valideynlər birinci növbədə sinifdən çıxmalıdır. Ona görə dedim ki, müəllimin avtoriteti geri qaytarılmalıdır. Və biz bir şəxsə bir vəzifəni veririksə, o vəzifə səlahiyyətlərini icra etməsi üçün müəyyən azadlıqlar verməyimiz lazımdır. Amma müəllimin o azadlıqları olmadığına görə müəllim o sinifi idarə edə bilməyəcək. Müəllim sinifi idarə edə bilmirsə, sizin uşağınız məktəbə 11 il sadəcə boş-boş gedib gələcək və heç bir şey öyrənməyəcək. Burada bir də incə bir cizgi var. Bunu soruşmaq istəyirəm. Müəllimin avtoritet deyəndə bir şey aydın olsun istəyirəm. Aydınlıq üçün soruşuram bir dənə burada. Bəzən keçmiş metodlarla istifadə edən müəllim deyir ki, mən uşağı əvvəl vura bilirdim, indi əlimi qaldıra bilmərəm, valideyn gəlir üstümə və yaxud da ki, məni mən düşünürəm ki, yəni haqlı olaraq sağlam bir düşüncə budur ki, sən onu onsuz da vurmamalıydın. Bəli. Əvvəl də vurmamalıydın, indi də vurmamalısan. Yəni vurmaqla avtoritet bunlar bir-birindən eyni bir şey deyillər. Bu avtoritet hissəsini bir dənə də açıqlayın. Nə demək istəyirik bundan? Biz cəmiyyət olaraq ümumiyyətlə düşünməyi rədd edən bir cəmiyyətik. Biz Deyirsiz, düşünməyi rədd edən çox düz deyirsiniz bunu. Biz birbaşa hərəkətə keçirik və birbaşa hərəkətə keçdiyimizə görə kimsə sənə nəsə söz dedi, vur. Uşaq sənə səsini qaldırdı, vur, müəllim, digər şey. Bu okey deyil. Birinci növbədə situasiyanı analiz etmək lazımdır. Bu uşaq niyə oturmur? Ondan sonra niyə oturmur və mən bunu necə oturda bilərəm? Vurmaq bir həll yoludumu? Yox. Yəni elə müəllimlər var ki, məsələn, mən məktəbimdə elə müəllimlər var ki, mən yanlarından keçəndə özümü yığışdırırdım. Nəyə görə? Müəllim heç şiddətli müəllim deyildi. Yəni qadın kişi fərqi yoxdur da elə müəllimlər var. Yəni çox hörmətli, çox da amma elə bir ifadə işlədirdi ki, yəni sən artıq növbəti dəfə onu eləməyi belə ağlından keçirmirdin. Bir növbədə müəllimlərin burada yumşaq bacarıqlardır. Yəni soft skill hissəsi çox aktiv şəkildə açıq olması lazım. Yəni müəllimin dəyişmə açıq olması lazımdır ki, mən bu uşağa necə yanaşa bilərəm. Və bu hissə aydındırsa, yəni mən birbaşa vururamsa, uşaqlar da sabahsı gün məktəbdə hansı bir konflikt olanda birbaşa şiddətə baş vuracaqlar. Və valideynlər üstümüzə gələndə biz onun açıqlamasını verə bilməyəcəyik ki, niyə bu uşaqlar birbaşa döyməyə keçdilər. Ona görə buradakı hissədə bizim baxmalı olduğumuz əsas məsələ o müəllim, o nümunə olması lazımdır ki, mən bu uşağı necə yetişdirmək istəyirəm. Yəni müəllim çıxandan sonra sinifdə uşaqlar dalaşacaqsa, bəs müəllimin mövqeyi nə oldu orada? Ona görə vurmaq hissəsi, yəni şiddət göstərmək hansı bir şəkildə oğlan uşaqlarının döyüş hazırlığı deyək də, məsəl üçün özünü müdafiə bacarıqlarını formalaşması mütləqdir. Və bu 8 yaşından sonra döyüş idman növləri ilə məşğul ola bilərlər. Amma bu o demək deyil ki, hər yerdə dalaşmalıdırlar. Yəni hər yerdə dalaşa bilərlər. Əgər bu bacarıqları öyrənmək istəyirsə, bunun üçün xüsusi bir yer var. Judo var, taekwondo var, digər şeylər var. Orada eləsinlər, burada öyrənsinlər. Sinif onların yeri deyil. Bu problemi idarə etməyin çox yaxşı dediniz ki, müəllim problemi bu formada eləyirsə, idarə eləyirsə, qışqıraraq, vuraraq, döyərək eləyirsə, ya da əzərək, bunu bu şiddət olaraq da deyirlər, əzikləyərək. Psixoloji şiddət, bəli. Onu eləyirsə, deməlidir ki, uşaqlar da eyni nümunəni götürəcəklər də. Əhatəli cavab verdiyinizə görə bu sualların bir qisminə daha detallı girməyəcəm. Çox xoşuma gələn və gözləmədiyim cavablar oldu burada. İndi valideynlər üçün istəyirəm ki, biraz danışaq.
Mənim uşağım çox hərəkətlidir. Mən onu idarə edə bilmirəm. Enerjisi dolub daşır və s. Bunu deyən valideynə nə tövsiyə edərsiniz? Evdə hansı rutinlər, hansı qaydalar kömək eləyər? Ə, Gün sonu yorulmamış uşaq hər zaman problemdir. Və o birinci növbədə uşaqların enerjisini xərcləmək lazımdır. Valideynlər düşünürlər ki, mən onunla oynasam enerjisi bitəcək. Onun enerjisi ilə sizin enerjiniz bir deyil. Ona görə valideyn idarəçi uşaq da o enerjini xərcləyən. Məsəl üçün valideyn gedir parkda, oturur skameykada, uşaq deyir ki, velosiped sür. Məsəl üçün yarım saat burdayıq. Deyək ki, bacısı, qardaşı, dostları varsa bir community yaradır, onlar velosiped sürürlər, fərqli şeylər edirlər. Valideyn istirahət eləyir, yorulur, enerjisini bərpa eləyir. Uşaqlar da enerjilərini xərcləyirlər. Evə gəlirlər, duş alırlar, uşaqlar yatmağa hazırdırlar. Bu neçə yaşdan başlayır? 3 yaşdan etibarən Üç keçər. yaşdan, 3 yaşdan etibarən keçər. Yəni velosiped nə vaxt sürə bilirsə, artıq o yaşdan keçərlidir. Yəni çünki uşaqların enerjiləri həddən artıq çoxdur. Və koqnitiv bacarıqlara çox enerji xərcləmədiklərinə görə, düşünmə, həyat qayğıları, digər şeylər olmadığına görə, onlar sadəcə olaraq əylənmək və həyatı kəşf eləmək istəyirlər əslində, öyrənmək istəyirlər. Baxmaq istəyirlər ki, bu dünyada bu şey nədir? Bu fincanı bura qoyanda nə olur? Bunu yerə atsam nə olacaq? Onun atdığı qırıqları necə toplamaq olar? Qırıqların içində nə var? Yəni ona görə onlara maraqlı gəlir. Biz bu təcrübə şansını onlara verməyəndə hər şeyi biz deyirik. Valideynin ümumiyyətlə komanda verməklə bağlı bir limiti var. Onu eləmə, bunu eləmə. Valideynlər biz səbirli deyilik valideyn olaraq, cəmiyyət olaraq. Analar 10 dəfə deyirlər, 15 dəfə deyirlər. Ata bir dəfə belə bu qalxır. Çünki atanın kommunikasiyası artıq o bir dəfə bax, amma ana 10 dəfə deyib, 15 dəfə deyib, öz avtoritetini aşağı salıb. Normal olan nədir? Ana tapşırıq verir, get zibilə at, deyək ki, məsəl üçün 8 yaşında oğlandır, get zibilə at. Eləmir. Ana qışqırmır, əsəbləşmir, zibillər qaldı burada, heç bir şeyə girmir. Yarım saat sonra gəlir ki, ana mən həyətə düşmək istəyirəm. Bayaq mən sənə zibil atmağı demişdim, hə? Bəs niyə atmamısan? İndi gedim atım, bəli, get at. Gedir atır, sonrasında uşaq, amma evə gəl. Zibil atandan sonra niyə sənə deyəcək sözüm var? Zibil atır gəlir, deyir ki, gəldim evə gəldi, deyir ki, bayaq mən sənə zibil atmağı demişdim. Sən məni 35 dəqiqə gözlətdin. İndi sən həyətə düşmək üçün 35 dəqiqə gözləyəcəksən. Niyə? Çünki bunu düşünməyi istəyirəm ki, mən tapşırıq verəndə bunu gecikdirmək mənə necə hiss elətdirir, insanlara necə hiss etdirə bilər. Eyni zamanda nəyə görə tapşırıqları vaxtında icra etmək lazım olduğunu başa düşmək üçün bu 35 dəqiqəni sənə bunun üçün verirəm. Bir də eləməyəcəm, söz verirəm, qapı çaxıla bilər, qışqıra bilər, nəsə sındıra bilər. Bunlar hamısı olur. Amma valideyn verdiyi tapşırığı yerinə yetirir, həmin gün 35 dəqiqə gözləyir, sonraki növbəti gün uşağa qışqırmağa, təkrar deməyə ehtiyac yoxdur. Artıq bildi ki, nəyə görə yerinə yetirməlidir. Çünki biz insanlar hər zaman öz mənfəətimizi düşünürük. Egoist varlıqlar deyək də, belə deyək. Və bu olduğuna görə uşaqlara da maraqlıdır və egosentrik dövrdən yeni çıxanlar, məsələn 3-6 yaş egosentrik dövrdür, yəni dünyanın mərkəzində özünü görür və bir uşaq süd içmirsə, yəni başqa biri süd içirsə, ona qəribə gəlir ki, yəni xeyr ola da, etalon mənəm, yəni sən niyə süd içirsən? Yəni çünki hamı mərkəzdə özünü görür. Və bu dövrdən yeni çıxmış olaraq bu uşaqları görsək, yəni ona birinci öz mənfəəti maraqlıdır və ondan nəsə getmirsə, hərəkəti durub eləməyəcək. Və əlaqəni qurmayacaq ki, nəyə görə mən bunu eləməliyəm? Əlaqəni qurması üçün mütləq ki, o hadisənin nəticəsini yaşamalıdır. Biz mükafatlandırmada bir plus veririk uşaqlara ki, məsələn, yaxşı bir şeydir. Cəzalandırma deyək də, hansı ki, nəticə çıxarması üçün şərait yaratmalıyıq orada. Əslində cəza deyil. Cəza əslində davranışı məşrulaşdırır. Cəza odur ki, sən mənə bunu elədin, mən də səni buraxmıram həyətə. Bu cəzadır və uşaq üçün heç bir şey deyil. Cəza elə bil ki, yəni sən bunu elədin, mən də bunu elədim, birlikdə bərabərləşdik. Nəsə eləməyimizə ehtiyac yoxdur. Amma 35 dəqiqə gözləyib sonra düşəndə uşaq başa düşür ki, yəni nəyə görə gözlətmək olmaz və nəyə görə bunu elə və valideyn anında emosional reaksiya vermədiyinə görə sakit bir formada avtoritetini qoruyaraq, yəni avtoritet hər zaman qışqırmaq, belə şey eləmək deyil. Sadəcə səsivin, sözüvün icra olunmasına şərait yaratmalıdır. Və bunu qoruduqdan sonra artıq uşaq başa düşür ki, valideynlə hesablaşmalıdır. Bizim müasir dövrdə ən böyük işlədiyimiz problemlərdən biri uşaqlar valideynlə hesablaşa bilmirlər. Çünki valideynlər onları mərkəzə qoyublar, onun ətrafında fırlanırlar və onun nəsə eləməyinə icazə vermirlər. Belə olan halda uşağın sağlam stresslə mübarizə metodları, seçim etmə bacarıqları formalaşmadığına görə mütləq şəkildə valideynə asılı qalır. Burada bir şeyi də vurğulamaq istərəm. Çox yaxşı dediniz. Onun üzərinə əlavə eləmək istəyirəm. Hansı tonla deməyiniz də çox önəm daşıyır. Bir var çox yumşaq. Yəni 35 dəqiqə gözlə bilirsiniz. 35 dəqiqə gözlərə qışqıraq deyirsən. 35 dəqiqə gözlə. Bəli. Düşən ton Bu
Neytral, heç bir emosiya yoxdur, sakit bir şəkildə. Bu çox fərq eləyir. Bəli. Və beləliklə uşaqlar həyatda qalmaq üçün valideynlərin emosiyalarını oxumağı öyrənməlidirlər və bunu bacarırlar. Və valideynləri hər zaman oradan yönləndirə bilirlər. Ona görə valideynlər mütləq şəkildə uşaqlarına reaksiya verəndə övladlarının onları manipulyasiya edə biləcəklərini nəzərə almalıdırlar. Bunların hamısını da özüm üçün də bir çıxar eləməyə çalışıram. Çünki məndə də qızım 2 yaşındadır. O kəsinlik məncə o yaşlar üçün də keçərlidir. Fikir vermişəm əslində bizdə də ki, məsəl üçün biz yemək yeyirik, gəlir ki, ana qalx gedək mənlə oynayaq. Bir dənə deyirsən ki, mən yemək yeyirəm. Çevriləm, davam edirəm. Sonra gedir gülə-gülə danışır, gedir oynayır öz işindədir. İstifadə eləməyə çalışırmış həmin 1-2 saniyədə ağlamaqla və ya da nə ilənsə manipulyasiya eləməyə Yoxlayır çalışır. uşaqlar. Sınayır. Və buradakı məsələ odur ki, uşaqlar sınayaraq öyrənir. Yəni çünki o sizi necə idarə etməli olduğunu öyrənməsi lazımdır. Sizi tanımalıdır ki, mən bu şəxslə necə kontakt quracağam. Elə uşaq olacaq ki, məsəl üçün duracaq başımızın üstünə bitdi. Yedin, qurtardın. Ondan sonra məsəl üçün. Ona görə buradakı hissədə, yəni uşaq artıq xarakterini orada göstərməyə başlayır. Amma biz onun ətrafında pərvanə olanda artıq o xarakteri də formalaşmır. Çünki onun hansı bacarıqları və hansı üstünlükləri var, o problem əsnasında çıxır ortaya. Özünü idarə etmə hissəsində çıxır ortaya. Biz onları göstərməyə icazə vermirik. Həm də özünü idarə eləyə bilən uşaq daha az stressli olur, elə bilərəm ki, daha az Bəli. beyni qarışır. Bir ki, budur sərhəd. Bu Bəli, olar, bu olmaz. Konkretdir və aydındır və uşaqlar əslində bu konkretliyə və aydınlığa ehtiyacı var. Yəni ona görə evin içində qadağalar yox, qaydalar mütləqdir. Qadağa odur ki, sənə ümumiyyətlə icazə vermir. Qayda odur ki, bu çərçivədə icra eləyə bilərsən məsələni. Aydındır. Bəs elə icazə verməyə soruşacaqdım növbəti olaraq ki, icazə verməyə bu uşaqlara işə yarayır, belə neçə şart ki? Hiperaktiv konkret diaqnoz olan uşaqlar üçün cəza verməyin heç bir mənası yoxdur. Sadəcə siz onu başa düşmürsünüz. Yəni bu hissədə həmin uşağı enerjisini düzgün şəkildə istifadə etməyinə yönləndirmək lazımdır. Yəni körpə uşaqlarda fikir verirsiniz, məsəl üçün təpiy ata bilir, yumruq ata bilir və çox ağır ola bilir. Çünki onların motor bacarıqları formalaşmadığına görə o enerjisini kontrol edə bilmir. Bu kontrol olmadığına görə, məsəl üçün spektr pozuntularında da bu, məsəl autizm spektr pozuntularında uşaqlar məsəl üçün qıc ola bilirlər də və onlara məsəl üçün duyu bütünləmə tərzi fərdi məşğələlər yazılır. Nəyə görə o əzələlərini idarə edə bilsinlər. Burada da bu uşaqların fərqli bir enerji səviyyələri olduğuna görə birinci növbədə başa düşüb o enerjiyə yönləndirmək lazımdır ki, yorula bilsin o uşaqlar. Bəs müalicə ilə zamanla hiperaktivlik keçə bilirmi? Hiperaktivlik adətən belikdə yeniyetməlik dövrünə qədər aktual şəkildə özünü göstərə bilir. Amma sosial normalar, digər belikdə şeylər olduğu qədər yüngülləşə bilər. Amma bu tipdə, yəni diaqnozlar adətən insanı belikdə həyatı boyunca izləyə bilir. Sadəcə olaraq, yəni düzgün mövqe, valideyn, müəllim, həkim, psixoloq və bu uşağa bununla necə yaşamaq lazımdır, onu öyrədir bir yerdə. Yəni bu insan çox hərəkətlidirsə və burada məsələn kiçik fasilələr verməsi daha uyğun bir variantdır. Ona görə bununla bağlı çox da uzun müddətli belikdə davamlı izlənmir bu uşaqlar və bir yerdən sonra belikdə həkim müayinəsinə gəlmirlər və yaxud da həyatlarını müəyyən bir standarta çevirirlər və davamlı araşdırmaçıların bunları izləmək kimi çox böyük şansları olmayır. Məsəl üçün deyək ki, depressiyada olan insan hər bir halda izlənməyə tabedir, çünki dərman müalicəsi və digər şeylər. Amma burada fərqli həyat ssenariləri olduğu təqdirdə bəzi vaxtlarda bunları izləmək çox da belikdə çətin ola bilər. Ona görə bununla bağlı konkret belikdə necə deyim, araşdırmaların tam bir nəticəsi yoxdur. Bəzi araşdırmalar var, bəziləri belə deyir, bəziləri elə deyil. Amma belikdə birinci növbədə bizim konkret diaqnoz almış, davranış pozuntuları olan və ona görə icra eləmək yox, davranış pozuntuları olan uşaqlar üçün olan, yəni konkret diqqət əksilliyi, hiperaktivite pozuntusu diaqnozu almış uşaqlar üçün mütləq şəkildə buna uyğunlaşmaq əsas belikdə amillərdən biridir. Çünki bu diaqnozun adətən ikinci hissəsi olur, diqqət əksikliyi və bu insanlar fokuslana bilmirlər, dinləyə bilmirlər, otura bilmirlər. Yəni bir şeyi axıra çatdıra bilmirlər. Davamlı buradan ora, oradan ora məsəl üçün, yəni evin içində gedir kuxnada məsəl üçün yemək bişirməyə, gedir sirməni təmizləyir, sonra sirmədən keçəndən başqa bir şey eləyir. Belə gəzir yəni və bir də baxır ki, 3 saat keçib yemək bişirmir məsəl üçün. Mən son olaraq bəzi miflərə deyəcəm, hiperaktivliklə bağlı istəyirəm. Onlar da bir dənə fikir bildirəsiniz. Miflərdən biri. Şəkərli qidalar hiperaktivliyə səbəb olurmu? Bununla bağlı konkret bir açıqlama yoxdur. Şəkər bizim beynimizin əslində ehtiyaclarından biridir və yəni hansısa bir qida qrupunu bura aid eləmək
doğru bir belki də əsaslandırma deyil. Bu təbii ki, miqdarından və digər şeylərdən asılıdır. Amma hansı bir qida qrupu sizi xüsusi bir şəkildə hərəkət edən bu narkotik vasitə olmadığı təqdirdə, yəni enerji səviyyəsi dəyişdirmədiyi müddətdə, yəni bu belə bir şey yoxdur yəni. Yəni bununla bağlı konkret bir açıqlama yoxdur ki, ümumiyyətlə şəkər və gluten son dövrlərdə belə Sirri şəkər deyək. xoxan elan edilib son dövrlərdə, amma insanın ehtiyacıdır və bunu normal şəkildə istifadə etdiyimiz təqdirdə hər hansı bir problem yoxdur. Amma biz aşırı istifadə etdiyimizə görə hər yerdə yeməyimizin içində, çörəyimizin içində hər şeydə olduğuna görə problem burada qaynaqlanır. Buradakı məsələ, yəni həmin şeyi düşmən elan etməmişdən qabaq bir deməli bunun istifadəsinə baxmamız lazımdır. Bu həyatımızda nə qədər aktiv şəkildə istifadə olunur. Növbəti mif hiperaktiv uşaqlara intellektdə aşağı olur. Əksinə çox yaxşı problem həll edirlər. Çox yaxşı məsəl üçün və çox qısa beləlikdə ingiliscə shortcut deyirlər. Yəni çox qısa konkret həllər verə bilirlər ki, məsəl üçün yəni bu tərəf. Çünki onlar daha fərqli düşündüklərinə görə daha fərqli yerə baxırlar. Yəni onlar bəzən biz problemi bu tərəfi qabağımızda baxırıq, onlar bəzən yanından baxırlar, bəzən altına dik verirlər, bəzən üstünə çıxırlar ki, burada nə var da vəbsə. Ona görə yəni mənim təcrübədə gördüyüm diqqət əksizliyi hiperaktivite pozuntusu olan uşaqların ciddi bir şəkildə problem həll etmə bacarıqları tamam fərqli səviyyədədir. Təşəkkür edirəm Murad bəy. Mən görə çox sağ olun, aydınlıq gətirdiniz. Hətta gözləmədiyim yeni məqamlar da oldu burada. Çox sağ olun gəldiyinizə görə. Daha bir EduAspect podkastının epizodunun sonuna gəldik çatdıq. Bu epizodun ərsəyə gəlməsində bizə kömək olan dəstəkçi İcma Mərkəzinə xüsusi təşəkkürlərimizi bildiririk. Siz də bizi izləməyi və paylaşmağı unutmayın. Özünüzə müğayət olun. Hələlik.